Deməli, məntiqdən biz operator olaraq bölməsinə baxacağıq. Bəzi sualların izahını verəcəm burada. Deməli, başlayaq. 1 və 3-dən 3 alınıb, 3 və 3-dən 9 alınıb, 2 və 7-dən 14 alınıb. 5 və 2-dən neçə alınacağını soruşur. Mən baxa bilərəm ki, görək ki, mən 1 və 3-dən necə 3 ala bilərəm. 1-i 3-ə vursam, tez ağla gələn variant budur ki, 1-i 3-ə vurmaqla biz 3 ala bilərik. 3-ü 3-ə vurmaqla 9 ala bilərik. 3-ü 3-ə vurmaqla biz 9 ala bilərik. Sonra 2-ni 7-yə vursaq, 7 və 2-nin 14 olur. Bəli, 14 şərt ödəyir. Və 5-dən, əgər bu 3 şərt 3-ündə də ödənirsə, yəni biz 3-ündə də cavabı ala biliriksə, onda 5-i də 2-yə vuracağıq. Eləyəcək, yəni cavabımız 10. Yəni ödədi, şərt ödədi. Sonra cavabımız burada B bəndi oldu. Keçək növbəti suala. 18 nömrəli sualda. 18 nömrəli sualda baxaq. Deməli, 30-dan 4 almaq lazımdır, 50-dən 6 almaq lazımdır, 15-dən 7 almaq lazımdır. Mən burada nə edə bilərəm? Deməli, 30-dan mən 3-ün üstünə deməli 1 gəlsin, 3 üstə gəl 0, üstə gəlsin 1, 4 eləyir. Yəni rəqəmləri cəmi üzərinə sadəcə 1 gəldim. 5-in üzərinə 0, yəni 50-dir. 50 rəqəmli ədədimizdir bizim. Onun rəqəmləri cəmi nədir? 5 üstə gəl 0. Bir də əlavə olaraq 1 gəlsəm 6 eləyəcək. Elədir. Yəni bu şərt ödəndi hər ikisinə də. 1 üstə gəlsin 5, üstə gəlsin 1, 7 ödədi. Əgər hər üçündə də bu şərt ödənirsə, demək ki, burada da ödəyəcək. 4 üstə gəlsin 3, 7, üstə gəlsin 1, 8. Cavabımız bəndə. Yəni ədədin rəqəmlərini toplayıb üzərinə sadəcə 1 gələcək. Başqa heç nə eləmədik. Sonra 19 nömrəli suala baxaq. Deməli, burada baxaq görək nə olur. 5-dən 1, 5 və 1-dən 8 almışam. Mən 5-in üzərinə 1 gəlsəm, deməli 6, 6-ın üzərinə 2 gəlsəm 8 edir. Ödədim. Sonra 1-in üstünə 3 gəlsəm 4, deməli 4. 4-ün üstünə 2 gəlsəm 6, bəli ödədi. 6 da bu şərti ödədim. Sonra 7-nin üzərinə mən 1 gəlsəm, 7-nin üzərinə 1 gəlsəm 8 elir, üstə 2 gəlsəm 10 elədi, yenə də ödədi. Baxın, ədədin rəqəmləri üzərinə topladıq, üzərinə 2 gəldik. 18 nömrəli sualda ədədin rəqəmlərini toplayırıq, üzərinə 1 gəldim, 1 gəlməklə aldım. 19 nömrəli sualda isə rəqəmləri topladım və sadəcə üzərinə 2 əlavə etdim. Baxın, bu 2 əlavə etməklə mən bu cavabı aldım. Deməli, o qayda sonuncuda da ödənəcək. 2 üstə gəlsin 4 rəqəmləri toplayırıq, üzərinə sadəcə 2 gəlirik. 4 üstə gəlsin 2, 6, 6 üstə gəlsin 2, 8 eləyəcək. Yəni cavabımız B bəndi. Baxaq, 21 nömrəli suala baxaq. Deməli, 21 nömrəli sualda deyilir. 12-dən mən 6 almalıyam. 12-dən 6 görək necə ala bilərəm mən. 12-dən 6 necə ala bilərəm? 1 üzərinə 2 gəlsəm, deməli, 1 üzərinə 2 gəlsəm, 3 eləyəcək. 3-ün üzərinə 3 sadəcə gəlməklə mən 6 ala bilərəm. Bir dəqiqə səliqəli yazın. 1 üzərinə 2 gəlsəm 3 eləyir. 3-ün üzərinə 3 gəlsəm 6 eləyir. Aha, ödədi. Üstərinə 3 gəldim. Sonra 1 üstə gəlsin 6, 7, 7 üstə gəlsin 1, 8. Deməli, yox, bu ödəmir. Belə olanda ödəmir. Baxaq, belə başqa necə yaza bilərik? Baxaq, görək başqa necə yaza bilərik? Aha, yox. Burada daha sadə variantımız var. Heç buna ehtiyac yoxdur. Yəni bu şərtlə biz ödənmir, cavab ödənmir. Deməli, nə edə bilərəm? 12-də baxın, 12-dən 6 alıb, 12-dən 6 alıb, 16-dan 8 alıb, 10-dan 5 alıb. Və 12-ni 2-yə bölsəm nə eləyəcək? 6. Cavab 6 ödəyir. Sonra 16-nı deməli mən 8-ə bölsəm, 16-dan 8 elimi 2-yə bölmək. Böldüm də bayaq. Əgər mən baxın, mən birincini 2-yə bölürəmsə, bunu da 2-yə bölməliyəm. 16-nı 2-yə bölsəm 8 ödədi. 10-u da 2-yə böldüm, 5 ödədi. Deməli, ədədi mən sadəcə yarısını götürdüm. Və bu cavablar bizdə ödədim. Deməli, 14-ün 10-da yarısını tapacağıq. 14-ü 2-yə böləndə cavabımız 7 eləyir. Yəni, A bəndi. Sonra, deməli, 22 nömrəli suala baxaq. 22 nömrəli sualda, deməli, nə deyir bizə? 23-dən mən 45 almalıyam. Baxırsınız ki, 23-dən 45 alıb. Yəni, 23 və 23 ara, 45 ara. Kifayət qədər, yəni cavabımız böyük rəqəmdir də. Ona görə demək ki, burada bölmə əməli var. Nəsə bölmə əməli var. Baxın, 40-dan 79 alıb. Yəni, nəyəsə vurubdur, ya bölmə yox, daha doğrusu vurma. Vurma əməli burada iştirak edibdir. İndi mən 23-ü 2-yə vurum. 3 dəvə 2-nin 6, 2 dəvə 2-nin 46. 46-dan 1 çıxsam, 45 elədim.
Bu şərt ödəndi. Deməli 2-yə vurdum və 1 çıxdı. İndi 31-i mən 2-yə vursam, deməli 62. 62-dən də mən 1 çıxsam belədir. Nə 61. Yeni ödədi. 40-ı deməli 2-yə vursam 80, çıxsam 1, 79. Yenə də ödədi. Bu şərt üçündə də ödədi. Ödədisə əgər artıq mən bu qaydanı 4-cü sualda deməli 4-cü sualda tətbiq edə bilərəm. 19-u deməli 2-yə vursaq 38, çıxılsın 1, 37. Cavabımız B bəndi. Sonra baxaq növbəti suallara. Deməli 28 nömrəli sualda 28 nömrəli sualı. Baxın 28 nömrəli sualı bu da tanış gəlir. Deməli tanış suallardandır. Deməli 20-dən 10 necə ala bilər və 12-dən 6 necə ala bilər? Yəni ki, burada demək ki, nəsə bölmə əməli iştirak edə bilər. 20-ni 2-yə bölüb 10 alıb. Bayaq bu tipli sualdan baxın, 21 nömrəli sualı işlədik. 12-ni 2-yə bölüb 6 alıbdı. 30-u 2-yə bölüb 15 alıbdı. Deməli, hamısını 2-yə bölməklə alıb cavabları. Onda mən 22-ni 2-yə böləndə neçə alacağam? 11. Cavabım evəndə. Yəni sadəcə 2-yə bölməklə aldım. 29 nömrəli sualda. 29 nömrəli sualda görək 8 31-dən 24 alıbdı. Ya mən bunlara rəqəmləri, hər bir rəqəmi toplamalıyam. Toplaya da bilərəm. 3 rəqəm üçün toplaya da bilərəm. İkisini əvvəldəki 2 rəqəmi toplayıb sonuncu çıxa da bilərəm. O formada da yaza bilərəm. Yəni bu bir qayda digərlərində də ödənməlidir. Əvvəlcə toplayaq görək bu şərt ödənirmi? 8-in üzərinə 3 gəlsək, 8-in üzərinə 3 gəlsəm, üstə gəlsin 1, 4, 12. Bax, 12 idi cavab. 12-ni də deməli 2-yə vursam nə edir cavab? Eləyəcək 24. Ödədim. Deməli, rəqəmləri topladım və 2-yə vurdum, ödədi cavab. Sonra 6 üstə gəlsin 7, üstə gəlsin 2. Deməli, 6 üstə gəlsin 2, 8, üstə gəlsin 7, 15. 15-i də 2-yə vuranda cavab nə eləyəcək? 15-i də 2-yə vursam 30. Cavabım ödədi. Baxın, deməli 3 üstə gəlsin 5, 8, vur 2, 16. Yenə ödədi. Bu cavab deməli həmin o qayda burada da ödənməlidir. 3-cü ödənirsə digərində də ödənməlidir. 1 üstə gəlsin 3, üstə gəlsin 9, vurulsun 2. 3 üstə gəlsin 1, 4, 9 3 gəldi 12 üstə gəl 1, 14, vurulsun 2, 28. Cavabım 28 eləməlidir, amma o 29-a cavab verilməyibdir. Burada da 29 nömrəli sualda. 13, 13-yə cavab burada 14 yazmışam, 13 eləməlidir. 13. Deməli, burada onda cavabımız nə olacaq? 26. Yəni B bəndi. Sonra baxaq digər suallara. 34 nömrəli sualda deyilir. 74-dən 27 alıbdı, 53-dən 14 alıbdı. Baxaq görək necə alıbdı bu deməli sualları. 7-ni deməli 4-ə vursam 28, çıxılsın 1, 27. Ödədim. 5-i 3-ə vurdum 15, çıxdım 1, 14. Yenə ödədim. 9-u vurdum 2-yə 18, çıx 1, 17. Yenə ödədim. 3 vurulsun 8, 24, çıxılsın 1, 23. Cavabım B bəndi. Ödədi bu şərt. Sonra 35 nömrəli sualda deyilir. Deməli 17-dən mən 36 almalıyam. 17-dən 36 görək necə ala bilərik? 17-ni mən 2-yə vursam, 17-dən 36 almaq üçün, yəni mən burada vurma əməli iştirak etməlidim. 17-ni gəlin 2-yə vuraq, 34, üstə gəlsin 2, 36. Sonra yenə 2-yə vurub üstə 2 gələcək. 35-i 2-yə vurduq, 70, üstə gəl 2, 72. Yenə ödədim. 21-i deməli 2-yə vursaq, 42, üstə gəl 2, 44. Baxın, ödədi. 3 cavabda da ödədi. 2'ye vurdum, üzerine 2 gəldim. 2'ye vurdum, üzerine 2 gəldim. Bu deməli qaydayla ödəyəcək cavabımız. Onu vursaq 2'ye 20, üstə gəl 2, 22. Cavabım D bəndi. Sonra 36 nömrəli sualda. 36 nömrəli sualda deməli 4-dən 1-dən 7 alıbdım. Baxaq görək necə alıbdım. 4-ün üzərinə mən deməli 4-ün üzərinə mən 1 gəlsəm, rəqəmləri cəmi toplasam və əlavə olaraq da 1 gəlsəm. 4 üzərinə 1, 5, daha doğrusu 2 gəlsəm, istəyirəm 2 gəlsəm eləyər, 7 eləyər. 4 üzərinə 1 gəldi, 5 üstə gəl 2, 7. Ödədi, bu şərt ödədi burada. İndi 3 üstə gəlsin 7, 10.
üstə gəl 2 eləyəcək nə? 12. Ödədi bu şərt burada da ödədi. Sonra 2 üstə gəlsin 5. Demək 2 üstə 5 gələndə 7, üstə gəlsə 2, 9. Burada da ödədi. Deməli onda 6 üzərinə gəlsin 2, 8, üstə gəlsin 2 eləyəcək. Cavabım 10 seçilədir. Deməli 37 nömrəli sualda deməli 27-dən 9 almalıyam mən. Baxaq görə 27-dən 9 mən necə ala bilərəm? Deməli 27-dən 9, 2 üstə gəlsin 7, 9 elədi, bəli ödədi. 9 üzərinə 6 gəldi, 15 ödədi. Sadəcə rəqəmləri cəmini topladığında 33 üstə gəlsin 8, 11 ödədi. 5-in üzərinə 5 gəldikdə də demək cavabım nə eləyəcək? A bəli. Sonra 38 nömrəli sual, 39-a baxaq. 39-a nə deyir? Deməli 4-ü mən 2-yə vursam, 4 dəfə 2-nin 8 üstə gəlsin 1, 9 ödədi. 2-ni 2-yə vursam 4, üstə gəlsin 1, 5 ödədi. 7-ni 2-yə vursam 14, üstə gəlsin 1, 15 ödədi. Demək 3-ü 2-yə vursaq 6, üstə gəlsin 1, 7. Cavabım D bəndi. Yəni 2-yə vurdum, üzərinə 1 gəldim. Bu nömrəli sualla 133-dən mən 9 almalıyam. 133-dən güya 9 mən necə ala bilərəm? Ya rəqəmləri toplamalıyam, ya rəqəmləri 2 rəqəm toplayıb sonucunu çıxmalıyam, ya sonunda 2 rəqəmi toplayıb əvvəldə çıxa bilərəm və yaxud da ki, rəqəmləri hasilini götürə bilərəm. Mən rəqəmləri hasilini götürmək istəyirəm, görək bəlkə orada nəsə alınar. 1-i 3-ə vurduq 3, vur 3, 9 ödədi. 2 vur 2, 4, 4 dəfə 6, 24 yenə ödədi. 8 vurulsun 2, 16, vur 1, 16 yenə ödədi. 5-i vursaq demək 4-ə, 5 dəfə 4-ə 20 vur 2 eləyəcək cavabımız 40. Yəni D bəndi. Əgər bu 3 şərtdə biz cavabı ala biliriksə, deməli sonuncuda da ödəyəcək bu cavab. 42 nömrəli suala baxaq. 42 nömrəli sualda deməli deyilir ki, 26-dan 14 almalıyam. 26-dan 14 mən necə ala bilərəm? Deməli 26-nı mən 2-yə bölsəm, 26-nı 2-yə bölsəm, deməli burada bölmə əmələ iştirak edir. Çünki 26-dan mən 14 alıram. Əgər birdən-birə yüksək rəqəm varsa, demək ki, vurma əmələ iştirak edir. Amma görürəm ki, rəqəmlərim getdikcə kiçilibdir. 26-dan daha kiçik rəqəm almışam. Mən demək ki, nəyəsə bölmüşəm ki, bu qiyməti almışam. 26-nı 2-yə böləndə 13 eləyir, üstə gəlsin 1, 14. Üstə gəlsin 1 bərabərdir 14-ə. 38-i 2-yə bölsəydim 19, üstə gəlsin 1, 20. Yenə ödədi. 42 bölünsün 2, 21, üstə gəlsin 1, 22. Yenə ödədi. 18-i bölsək 2-yə 9, üstə gəlsin 1, elədi 10. Cavabım B bəndi. Sonra 44 nömrəli suala baxaq. Deməli 44 nömrəli sualda 46-dan 22 alıbdır. Yenə də eyni qayda ilə, yəni 46-dan birbaşa 22 alıbsa, demək ki, bölmə iştirak edibdir. Çünki rəqəmlərimiz getdikcə kiçilib ona görə. 46-nı mən 2-yə bölsəm 23. 23-dən də 1 çıxsam 22. 22. Ödədi bu şərt. 62-ni mən 2-yə bölsəm 31, 41, 30 yenə ödədi. Sonra 54-ü mən 2-yə bölsəm 27, 41, 26 yenə ödədi. 3-cü dönərsə deməli mən artıq 4-cüyə də bu qaydanı tətbiq edə bilərəm. 40-ı 2-yə bölsəm 20, çıxılsın 1 elədi 19. Cavabımız bəndi. 45 nömrəli sualda deməli 45-də baxaq. 5-dən 6-dan 12 alıbdır. 5 və 6-dan 12 alıbsa, baxaq görə çox böyük rəqəmlər deyil, toplayaq rəqəmlərimizi. 5-in üzərinə mən 6 gəlsəm, 11 üstə gəlsin 1, 12. Ödədi. 7 üstə gəlsin 8, 8 üstə 7 gələndə 15 üstə gəlsin 1, 16. Yenə ödədi. 9 üstə gəlsin 1, 10, üstə gəlsin 1, 11. Yenə ödədi. 3 üstə gəlsin 5, 8, üstə gəlsin 1, artıq 9 cavabımız da olacaq C bəndi. Deməli, baxaq 49 nömrəli sualda. 9 nömrəli sual deyir ki, 15-də mən 22 almalıyam. 15-dən deməli 22 necə ala bilərəm? Çox böyük rəqəmlərimiz çox böyük deyil. Kiçik rəqəmlərdir. Gəl 15-dən 12 çıxaq hələ. 15-dən 12 çıxsaq. Əgər cavabımız olmasa, alınmasa 15-in üzərinə 12 gəlib, nəyəsə bölməklə də cavab ala bilərik. Deməli, hələ mən çıxma variantından istifadə edirəm. 15-dən 12 çıxanda 3, 3-ü 2-yə vursam 6 edir də.
Sonra 20'dən çıxsam 11, 9, 9'u 2'ye vursam 18. Gördünüz yine alındı. Yəni fərqə çıxdım, sadəcə 2'ye vurdum. Çıxdım 2'ye vurdum. Cavabı 17'dən deməli bir 11 çıxanda cavabımız neçə eləyəcək? 6. 6'nı da 2'ye vuranda cavabımız 12 ödədi. İndi 30'dan 16 çıxmalıyam. Cavabım 14 eləyəcək. 14'də vursam 2'ye cavabımız eləyəcək 28. Cəbəndi. Sonra 50 nömrəli suala baxaq. 50-də 15-dən 13-dən 14 alıbdır. Yenə də baxaq, toplayaq görək. 15 üzərindən 13 gəlsən 28. 15 də gəlsin 13. 28. Bölü 2 eləyəcək 14. 21 üstə gəlsin 17. 38. Bölü 2 eləyəcək 19. Sonra 10 üstə gəlsin 12. 22. Bölü 2 eləyəcək 11. 30 üstə gəlsin 10. 40. Bölsək 2'ye eləyəcəklər 20. Cavabım B bəndi. 51 nömrəli sualda deməli 4 mən 8-dən 16 alıbdım. 7 və 6-dan 21 alıbdım. 4'ü 8'e vursaq 32. 4'ü 8'e vursaq 32. Ədədin hasillərini bölsək 2'ye eləyəcək 16. Cavabımı ödədim. 7 və 6'ın 42. 42'ni də bölsəm 2'ye. 42 bölünsün 2. Cavabım 21. Ödədi bu şərt. 9 və 8'in 72. Bölünsün 2'ye eləyəcək 36. İndi 9 və 4'ün 36. 9 vurdur 36 bölü 2'ye. Eləcə nə? 36'da 2'ye bölsək 18. Cavabımız D-bəndi. 54 nömrəli sualda 6'dan baxın 1236 alıb. 9'dan 1881 alıbdım. 54 nömrəli sualda. Deməli, baxaq görək hələ necə alıb bu sualı. 6'dan mən 1236 necə ala bilərəm? Baxın, mən 6'nı 2'ye vursam 12 eləyir. Bir də 6'nın kvadratı götürsəm, 6'nın kvadratı nə demək? Yəni 6'nı 2 dəfə öz-özünə vurmalıyam. Bu da 36 eləyir. Ödədi bu şərt. Bax, 6'nı 2'ye vurdum 12, 6'nın kvadratı 36. 9'u 2'ye vursam 18, 9'un kvadratı 81. Ödədi. Sonra 7'ni 2'ye vursam 14, 7'nin kvadratı 49. Deməli, əvvəlki 2 rəqəmi biz necə alırıq? 2'ye vurmaqla alırıq. Sondakı 2 rəqəmi isə kvadrata yüksəltməklə alırıq. 5'i 2'ye vursaq 10, 5'in də kvadratı eləcək 25. Cavabımız oldu A bəndi. Sonra 56 nömrəli sualda demək, 56 nömrəli sualda baxaq. Burada hansı işlər gedib? Baxın, bu işarədə deməli, nə edibdir? Əvvələ saxlayır, əvvəlki 5'i saxlayıb, sondakını toplayıb. Sonra kvadratda nə edibdir? Sonda əvvəli toplayıb da, sondakını saxlayıbdır. İndi baxın, həmin o qaydanı bu misala tətbiq edib. İndi ki, sonuncu misalı siz özünüz həll edin. Baxın, deməli, əvvəlcə biz heç bu kvadrat hissəsinə baxmırıq. Bu hissəni həll etməliyik. Deməli, bu hissədə biz necə həll edirdik? Əvvəli saxlayırdıq, sondakı ikisini topluyorduk. Baxın, 3'ü saxlayıb, 7 üstə 4 gəlib 11. Deməli, bu formada həll edib cavabı aldım. Deməli, bunu həll elədim. Deməli, bu hissə həll olundu. Və kvadrat hissəsi qalıb baxın. İndi kvadrata necə həll eləməliydik? Sondakı 2 rəqəmi toplayırıq. Sondakı deyirəm. Əvvəldəki 2 rəqəmi bax, bu ikisini toplayırıq. Sondakını saxlamırdıq. İndi 3 üstəli 1 gələcək 4. Sondakını da saxlayacaq. Formada həll elədik. İndi biz bu formada indi hələ ki kvadrata baxmırıq. 6'nı da belə saxlamalıyıq. Qabaqdakı 6'nı saxlamalıyıq. 6 qalır. 6 üstə 5 gəlsək eləyəcək 11. 6 üstə 5 gəldi 11 kvadrat. Çünki mən hələ bunu həll elədim. Sadəcə bu hissəni həll elədim. İndi bu hissəni artıq həll elədik. İndi kvadrat hissəsini həll eləməliyik. Deməli, kvadrat hissəsini həll eləmək üçün bura baxırıq. Deməli, kvadrata necə idi? Deməli, əvvəldə 2 rəqəmi toplayırıq, sonu saxlayırıq. 6 üstəli 1 gəldi 7 və sondakı 1-i də saxlayırıq. 71 olduğu kimi cavabımızı yazırıq. Bir bəndə. Sonra 57 nömrəli suala baxaq. Deməli, 57 nömrəli sualda rəqəmləri çıxaq. 7-dən 1 çıxsaq 6, 6'nı 3'ə vursaq 18. 9'dan 6 çıxsaq 3, 3'ü 3'ə vursaq 9.
4'ten 0 çıxsaq 4, vursaq 3'ə 12. 8'dən 3 çıxsaq deməli 5, 5'i 3'ə vursaq eləyəcək 15. Bu formada. Sonra 58 nömrəli sualda 12'dən 37 alıb birbaşa. 12'dən 37 necə ala bilər? Görürsünüz rəqəmlər getdikcə böyüyüb. Yəni 20'dən 61 alıbdı, 15'dən 46 alıbdı. Demək ki, vurma əməli var burada. Deməli, mən ədədin özünü hələ ki vurmaq istəyirəm. Deməli, 12'ni mən nəyə vursam 36'ya yaxın bir rəqəm, 37'yə yaxın bir rəqəm olar. 32'də 3'ə vursam 36. Üstə gəlməyə 37 deyəcək. 37. Sonra 20'ni deməli 2'yə vursam, daha doğrusu 3'ə vurduqda 3'ə vursam 60, üstə gəlsin 1, 61. Sonra 15'i 2'yə vursam, deməli 30 üstə gəlsin 1, 30, 15'i 2'yə 2 deyirəm, bir dəqiqə. Əgər əvvəldə biz deməli 3'ə vurmuşuqsa, burada da 3'ə vurmalıyıq, hamısı 3'ə vurmalıyıq. Burada 3 yazın. 15'i 3'ə vursam 45, üstə gəlsin 1, 46. Deməli, ödədi, üçünü də ödədi. Deməli, onu mən 3'ə vuracam, 30 üstə gəlsin 1, 31. Cavabımız oldu da qeybində. Baxaq digər suallara. Deməli, 66 nömrəli sualda 5'dən 6'dan 60 alıbdır. Görək necə alıb bu sualı. Deməli, 6'ını mən 5'ə vursam 30. 30'u vursam 2'yə eləyəcək 60. 3'ü vursam 4'ə eləyəcək 12. 12'yi 2'yə vursam eləyəcək 24. 7 dəfə 3'ün 21 vursaq 2'yə 42. 1'i 9'a vuranda 9 vurulsun 2. Eləyəcək 18. Cavabı B-bəndi. 14'dən 21 alıbdı. 67 nömrəli sualda. Deməli, 14'dən 21 görək necə ala bilərik. 14'ü mən deməli 14'dən 21. Baxaq. 32'nin deməli 32'dən də biz nə almalıyıq? Gəlin biz bunu 3'ə vuraq, 2'yə bölək. 14'ü baxaq. 14'ü də 3'ə vurub 2'yə bölməliyəm. Bir cavabımı alacaqmı? 14'ü 3'ə vursam 4 dəfə üçün 12, 3 dəfə 3, 4, 42. 42'yi də 2'yə bölən də 21. Gördünüz, bax, burada cavab alıbdır. Deməli, sonra ona baxaq, onda bu şərti yoxlayaq. Deməli, onu mən 3'ə vursam 30 edəcək, 30'u mən 2'yə bölsəm 15 alınacaq. Çünki mən başqa cürə mən bu cavabı ala bilmərəm mən. 15 yenə də ödədi. Əgər ikisini də ödürsə, burada da ödəyəcək. 32'də də vursam, daha doğrusu 3'ə vursam, bölsəm 2'yə. 32'də də 3'ə vursam 96 bölünsün 2, 48. Cavabım demədi. Sonra 70 nömrəli sualda. 70 nömrəli sualda baxaq. 70'də. 13'də də mən 13'dən 12'dən 7 alıbdım. 13'dən 12'dən 7'nə görə necə alıbdı? Deməli, 13 üstə gəlsin 12. 13 üstə 13 gəlsək, deməli necə 25. 25'i rəqəmlərin cəmini toplasaq, 5 üstə gəlsin 2, cavabımız 7 verir. Sonra 40 üstə gəlsin 11. 40 üstə gəlsin 11. Peki. Aha. Eləyəcək 51. 51'in də rəqəmlərin cəmini toplasaq necə eləyəcək? 5 üstə gəl 1, 6. Ödədi. Yəni, ədədlərimizi topladıq, rəqəmlərin cəmini yazdıq. Sonra 61 üstə gəlsin 13. 61 üstə gəlsin 13. 74. 74'ün də rəqəmlərin cəmini toplasaq bizə 11 verir. Cavabımız 11 olacaq. İndi 24 üstə gəlsin 20. 44. Görürsən dörtgəndə də necə cavabımız 8 deməli. Sonra 78 nömrəli suala baxaq. 78 nömrəli sualda 23 və 11'dən mən almalıyam 43. Görək bunu mən necə ala bilərəm? 23 və 11'dən 43 almalıyam. Rəqəmlərin cəmini toplayaq hələ, görək bizə nə verir. 23 üzərinə 11 gəlsək 40, deməli 34 daha doğrusu. 23 üzərinə 11 gəlsəm 34 verir cavab. 34. 34. Baxın 34'ün tərsi bizə nə verəcək? 43. Deməli 17 üzərinə gəlsin 50. 50. Eləyəcək 67.
67. 67 rəqəmləri tənsi mənə nə verəcək? 76. 76. 61 üstəgəlsin 12. 73. 73-cün rəqəmləri tənsi olacaq 37. Deməli 35 üstəgəlsin 10. 45. 35 üstəgəlsin 10. 45 rəqəmləri tənsi edəcək 54. Cavabımız olacaq C bəndi. Bu qədər. Deməli, 80-ə qədər suallardan bəzi sual nümunələri izahına baxdıq. Əminəm ki, başa düşəcəksiniz bu mövzunu.